yəni ki, xalq təbabətində də müalicəsi var. Yəni ki, belə müalicəsi var. Yəni xalq təbabətindən onu demək istəyirəm ki, məsələn belə xəstələr protein çox qəbul etməlidirlər. Daha doğrusu zulaldan çox istifadə etməlidirlər. Başqa xəstəliklərə baxmayaraq ki, çünki onlarda qan azlığı da olur, həm də o, yəni bağırsaqda fəaliyyət yaxşı olsun deyə qəbul etməlidirlər. Bir də ki, belə bir xalq təbabətinin üsulu var. Yəni mən orada çox uzun, yəni ki, qəliz reseptlərlə müalicə olunur, əgər xalq təbabətində müraciət eləsələr. Amma ki, belə sadəsini deyərəm ki, məsələn, limon qabığını körkadan keçirdirlər. Deməli, paraşok halına salırlar və ona əlavə edirlər bal. Yemək arası gündə 7-8 dəfə yemək arası çay qaşığı ilə qəbul edilir. Ümumiyyətlə, bal o xəstəliyə yaxşı təsir göstərir. Bundan da başqa belə bir üsul var. Bugün sabah çıxır, yəni ablipixanı hamı tanıyır, çay tikanın meyvəsini, bir də kalina. İkisi də eyni vaxtda olur da. Başın ağacının meyvəsini. Onları deməli bir hissə ablipixanı meyvəsi, bal, bir hissə kalina, balon ağzına qədər doldururlar, 2 həftə günün altında saxlayırlar və ondan deməli gündə 5-6 dəfə xörək qaşığını qəbul edirlər. Bu nə edir? Həm o qanaxmağının qabını düzüşdürücü təsir göstərir. Ablipixa özü də yara sağaldıcıdır. Şübhəsiz. Özü də bu qiymətsiz bitkidir. Nəyə görə? Elə yazmaları da yaxşı kömək eləyir. Yəni ki, bunu qorxmadan, çəkinmədən istifadə eləmək olar. Bütün mədə xəstəliklərində demək olar ki, bir də lap qədim resept var. Mən onu lap qədimi reseptdir. Yəni ki, onu nə edirlər? Yəni, əgər orada qanaxma zatı yoxsa, 3 dənə limonu yenə də körkadan keçirdirlər. Ona azca duz əlavə eləyirlər, bir də bal əlavə eləyirlər. Onu qəbul edir. Xəstə bir gün ərzində az-az, qaşıq-qaşıq qəbul edir. 3 gün eləyir, sonra periliv eləyir. Belə. Təşəkkür edirəm. Buyuruz, Elnur doktor. Təbii ki, çox geniş yayılmasa da, amma kron xəstəliyi ümumiyyətlə immunoloji, infeksiyon, genetik faktorları nəzərə alsaq, daha geniş yayılmış bir xəstəlik kimi də qeyd etmək olar. Bəzən də bir çox xəstəliklər, yəni mədə-bağırsaq sistemi xəstəlikləri fonunda da baş verə bilir. Bəzən diferensial diaqnozda çətinlik çəkilir ki, kron xəstəliyi qeyri-spesifik oralı kolitindən qarışdırıla bilir. Amma əslində doktor da bayaq qeyd etdi ki, kron xəstəliyinə bayaq terminal iliyet deyilir, amma qeyri-spesifik oralı kolitə isə pankolit, yəni regional entrit deyilir. Bu zaman kron xəstəliyi zamanı həzm sisteminin bütün sistemləri bu xəstəliyə cəlb olunur. Bəli, bütün traktı, bəli. Bunlardan ilk öncə, yəni ağzın özündə belə xoralar əmələ gələ bilir, aftozlar əmələ gələ bilir. Həmçinin tam olaraq da peronal sahəyə də gətirib çıxarda bilir, amma qeyri-spesifik oral kolitdə isə belə deyil. Sonra bununla yanaşı olaraq kron xəstəliyi təkcə bağırsaq sistemli, yəni nazik bağırsaqda xəstəlik törətmir, belə desək. Bunun əlavə simptomları da vardır ki, onlardan məsələn gözün misal göstərmək olar ki, gözün iltihablaşmasını gətirib çıxarda bilər. Sonra ikinci olaraq ekstraintestinal əlamətlər də yaranır ki, onlara aiddir dayaq hərəkət sistemində oynaqlarda olan problemlər. Yəni bu zaman xəstə gəlir, amma oynaq xəstəliklərlə əlaqədar, amma etiologiyasına gedib çıxanda isə kron xəstəliyi müşahidə oluna bilir. Kron xəstəliyinin ağırlaşmalarının doktor da qeyd etdiyi kimi ən çox obstruksiyalar müşahidə oluna bilir. İshal olur, xəstə çox arıqlaya bilir, amma ki, qeyri-spesifik oral kolitdə isə qanaxma daha çox olur. Bu kron xəstəliyi ağırlaşmalarından da ən böyüyü xolangiokarsinom da ola bilir. Bu da yəni artıq aydındır ki, öd kisəsinə əlaqədar olaraq xərçəngiləşən prosesdir. Kron xəstəliyinə bir mənali şəkildə yanaşmaq lazım deyil, amma həm cərrah, həm də terapevt gastroenteroloqun konsiliumu nəticəsində bir rəy alına bilər. Yəni müalicə oluna bilən xəstəlikdir. Cərrah əməliyyatda daha çox olur, çünki bizim xəstələr daha çox ağırlaşmış şəkildə həkimə müraciət edirlər. Kron xəstəliyinin, yəni belə deyək, profilaktik tədbir məqsədi ilə mədə-bağırsaq sistemində olan iltihab ocaqlarını aradan götürmək üçün, eroziyaların qarşısını almaq üçün Herbaflora şirkətində tiastamin çayı istehsal olunur. Tiastamin çayı yəni həm səpkilər aradan götürməkdə rol oynayır. Təbii ki, profilaktik məqsəd üçün, həmçinin də ki, bağırsaqlarda yaranan eroziyanın qarşısını alır. Bir də neytrallaşdırıcı xüsusiyyətə malikdir ki, artıq lor turşusunu özünü absorpsiya edir və neytrallaşdırıcı təsir göstərir. Təşəkkür edirəm. Bir də mən əlavə edirəm, sözü öz kəsirəm. Bəzən belə xəstələrdə eroziya şəklində bədənlərində sızanaqlar olur. Belə əməlli başlı dərinləşmiş sızanaqlar olur. Yəni onu da qabağını almaqdan da ərgüdə çiçəkləyib. Bunun vannalarını qəbul eləsinlər, primoçkalarını eləsinlər, o yazvaları sağlıqması, yarpaqlarla, putaqlarla bərabər qəşəng qaynatsınlar, həm primoçka eləsinlər o sızanaqlara, həm də ki, vannalarını qəbul eləsinlər, amma qaynar yox, ilıq, yaxşı kömək eləyir.
Həmçinin belə Sağalmağa. xəstələr xam zeytun yağından da istifadə Bəli. edə bilirlər. Xam zeytun yağı, yəni qaynadılmış deyil, xam zeytun yağından ki, bu da əsasən də bizim Azərbaycanda istehsal olunur. Məsələn, xaricdən gətirilmələrinin əksəriyyətində 50-nin 50-yə, 60-ın 70-ə qarışıqlar olur. Amma Azərbaycanda demək, Bakıda elə istehsal olunan bir xam zeytun yağı var ki, bu yağdan istifadə eləmək olar. Yəni bu gündə heç olmasa axşamlar yatanda bir qaşıq daxilə qəbul eləmək bu işdə çox fayda verir. Amma həkimlər dediyi kimi daha yaxşı olar ki... Fikir, mən bir söz əlavə eləmək istəyirəm ki, Ürfan xanım buyurdu o çay tikanı yağını. Ümumiyyətlə, mədə həzm sistemində yazva, erozya olan xəstələr səhər-səhər saat 6-da durur, bir qaşıq qəbul edir və yenidən yatır. Bilirsiniz, onda mədə bağırsaq traktı sakit bir vəziyyətdə olur. Yəni hələ qida qəbul olunmayıb, ona görə hansı nöqtədəki zəif yerlər var, erozyalar var, o bir növ bürüyücü xarakter daşıyır və o yazvaların sorulmasına çox gözəl təsir göstərir. Təşəkkür edirəm. Bu arada xatırladım ki, telefonumuz 492 80 54 69 74. SMS ünvanımız açıqdır. Elə bax, SMS-ləri burada mən həkimlərə çatdırıram və onlar da cavablandırırlar. Alo. Alo. Salam aleyküm. Aleyküm salam. Doktor, sizin qonaqlarınızda hər birini sanlamıram, birincisi. Təşəkkür edirik. Buyuruz. Bir də ki, mədəmdə biraz problem var. Ümumiyyətlə həzm eləmir, vapşı alınmır. Meyvə yiyirəm, meyvədə də həzm olunmur, köpürəm çox. Aha. Xanım, sizin mədə traktını yoxlatdırmısınız? 12 barmaq bağırsağı və mədəni yoxlatdırmısınız? Mədəni vaxtı ikən yoxlatdırmısınız. Vaxtı ikən yoxlatdırmısınız. Amma bu yaxında yəqin ki, yoxlatdırmamışsınız. Alo. Söhbət kəsildi. Amma məlum oldu, yəni vaxtı ikən sözü artıq məlum oldu ki, xanım demək olar ki, həkimə getməyib və bunda həzm prosesi budur ki, həzm olunmur. Həzm olunmur prosesi əslində qalanda o deməkdir ki, bəzən görürsünüz ki, xoralar olur, görsən 12 barmaq bağırsaqda, 12 barmaq bağırsağın daralması şəklində baş verən proseslər gedir və bəzən də mədə-altı vəzi işləmir, öd kisəsi işləmir, mədə şirəsi lazımı qədər, kifayət qədər ifraz olunmadığından görürsən ki, mədənin belə tamaşaçılarımız ümumiyyətlə bunu başa düşməlidirlər ki, insan orqanizmi elə qurulub ki, ora bir yemək, qida düşdü mü, o qidanın həzm olunması üçün müxtəlif orqanlar ora şirələr ifraz edir. Tutaq ki, öd ifraz edir, mədə şirəsi ifraz olunur, mədə-altı vəzidən tutaq ki, müəyyən insulin və s. ifraz olunur. Bütün bunlar ifraz olunduqca həmən oradakı maddə, qida maddələri parçalanır müxtəlif maddələrə və sonra müəyyən parçalanmadan sonra 12 barmaq bağırsaqdan keçir, sonra yenə də parçalanmalar gedir. Son parçalanma isə yoğun bağırsaqda gedir ki, burada da əgər parçalanma tam getməyəndə onda çürümə prosesi başlayır və burada zəhərlənmə prosesi, qanın zəhərlənməsi prosesi gedir. Buna görə də düzgün getməlidir. Yəni bu qidanın parçalanması düzgün getməlidir. Bunun üçün isə bütün orqanlar düzgün işləməlidir. Belə halda isə, hal-hazırda xanımın dediyi hal isə onu göstərir ki, onda hansısa proseslər var və o həkimə getməyib. Buyurdur, Sara xanım. Ümumiyyətlə, bilirsiniz, mədə xəstəliklərində bir çox mədə xəstəlikləri var. Yəni, bunların da öz əlamətləri var. Məsələn, ağrıların da xarakterinə görə xəstənin şikayəti əsasında biz o diaqnozu qoyuruq. Tutaq ki, xəstədə gecə ağrıları varsa, biz artıq burada yalnız mədə, 12 barmaq bağırsağın xorasından haqqında fikirləşə bilərik. Ancaq biz burada tam sualı eşitmədiyimizə görə, ona görə düzgün heç bir məsləhət verməkdə biraz çətinlik çəkirik. Ancaq ki, xəstənin dediyinə görə ki, köpürəm, qida tam həzm olunmur, son dövrlər daha çox ezofagit reflüks deyilən belə xəstəlik var. Ona çox rast gəlinir ki, bu xəstəlik əsasən sinir sisteminin nə əlaqədardır. Yəni, sinir sistemi oyanıq olan insanlarda bu xəstəlik daha çox özünü biroza verir. Bu da həzmin tam şirənin ifrazının sinir sisteminə əlaqədar bunun qarşısı alınır. Burada sorulma prosesi getmir. Buna görə də xəstə qida qəbul etdikdən sonra özündə artıqlıq hiss edir. Təşəkkür edirəm. Əlavəniz varsa buyuruz. Əlavə odur ki, mən xəstədən xahişim odur ki, əgər müalicə olunmaq istəyirsə də, əvvəl geçsin endoskopiya qəbul etsin, qaraciyərin öd yollarını yoxlatsın, diaqnozunu dəqiq biləndən sonra həkimlə müraciət etsin, lazım olsa da bizdən də xalq təbabətindən məsləhətlər alsın. Ən sadəsi budur. Elnur doktor, əlavəniz var yoxsa? Vermək düzgün Aydın, deyil. yəni bütün bunlara qoşduram. Prosta belə bir şey də var ki, xəstələr adətən, nəinki xəstə demək olmaz, amma
çöp yarana bilir. Çünki tez-tez az-az yeməkdən uzaq qaçırlar daha çox. Bəli, bir dəfə ya iki dəfə yeyirlər, özünə nə çox qədər mümkündür o qədər. Və ümumiyyətlə çalışsın saat axşam 7-dən sonra yemək yeməsin. Qida qəbulu, yəni yatmazdan 4 saat ən azı maksimum çox olmalıdır və yəni qidalanma arasında fasilələr də uzun olmalıdır. Simptomatik olaraq götürmək üçün şüyüd çayından istifadə etmək məsləhət görülür. Təşəkkür edirəm. Alo. 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 Bəli. Alo. Alo. Bəli, eşidirik sizi xanım. Fikrət müəllimdir. Bəli, bəli. Fikrət müəllim, sizi salamlayıram, həmkar yurtlarınızla bərabər. Aleyküməssalam, eşidirik sizi. Ayaqlarıma görə sizi narahat eləyirdim. Mən ayaqlarımda həm izma var, Bəli. həm də buz var. İndi ayaqlarımda gücmə gedir, həm də diz qapaqlarımda çox güclü ağrılar var. Belə çox incidirim. Bizim bir müraciət edin sizə görüm nə məsləhət görərdiniz. Oldu xanım. Yaşını soruşardı. Yaşlı adamdır, Orta gördük. yaşlarında olan bir insandır Yaşlı yəqin ki. 60 yaşı var xanımın, buyuruz. Müəyyən yaşdan sonra orqanizmdə kalsi, kalium mübadiləsi pozulur. Bu da oynaqlarda, xüsusilə oynaqlarda xiryaşların yeyilməsinə, qığırdaqların yeyilməsinə səbəb olur. Bəzən görürsən belə qadınlarda və yaxud kişilərdə çəkinin həddindən çox artıq olması da həmin oynaqlara təsir göstərir. Yəni ağırlıq nəticəsində həmin o qığırdaqların yeyilməsi daha da tezləşir. Buna görə də yaxşı olardı ki, birinci müayinə olunsun, yəni revmatizmadır, yoxsa osteoporozdur, osteoartrozdur, bu dəqiqləşsin, yəni müalicə olunan bir prosesdir. Təşəkkür edirəm Gülsana xanım. Buyuruz Zülfan xanım. Mənim məsləhətim odur ki, indi dəlibək bitkisi haqqında keçən dəfə danışmışdıq. Dəlibəngi göstərəsən, Dəlibəngi, göstərir. hə, bu deməli axşam açır, çiçək açır, belə qramofon kimi çiçək açır. Yaxşı da ətri olur. Bu indiski, çöldə bitən dəlibək deyil. Yəni bu hibrid şeydir, dəlibəkdir. Çox geniş yayılıb bu Amma bundan da istifadə etmək olar. Yəni bunun şirələrindən keçən demişdim, yaxud da yarpaqlarını qaynadırsan, tüy yəni azalmasından təsir edir. 2-3 ay istifadə edəndə, yəni ki, qarmonal problemi olmayanlara aiddir. Yəni bunu sürtmə şəklində də. Sürtmə, dəfələrlə kompreslər qoyurlar. Həmin bu dəlibək bitkisinin bu sabah toxumları yetişir. Bunu məsəl üçün doldururlar butulkasının 3-dən 1-i qədər. Üstünə də tökürlər. Məsələn, əgər 1 litrliksə 1 litr, yarım litr araq tökürlər, meyvə arağı tökürlər. 2 həftə qaranlıqda qalır. O ağrıyan yerləri çəkəndə yaxşı köməklir. Bir də ki, onda elə ciddi ağrı varsa dizinə məsəl üçün zəhərli terapiyası çox yaxşı kömək eləyər. Bir də çox var da nizə otudur, sabellikdir, sonra yasəmən bitkisinin yarpaqlarından nastoykalar, akopnik bitkisindən hazırlanan nastoykalar ağrı kəsici kömək eləyir. Bir də atşabalıdır, bu dəqiqə yavaş-yavaş o da yetişməyə başlayır. Bundan da elə buna oxşuyur, dəlibəngin atşabalının da topaları başlayıb tutub yetişir. Onun yarpaqlarına, yaxud özünün nastoykalar hazırlayıb çəkmək, atşabalıdan özünün nastoykasını içmək, baxsın, yəni ki, əgər trombofilipdir. Yəni, çox öyrənsin xəstəliyi nədir? Biz ümumi deyirik da, ona görə. Buyuruz. Elnur doktor, buyuruz. Urfan xanım düzgün qeyd elədi, çünki qandurlaşdırıcılar, yəni antikoagulyant təsir göstərən bitkilər osteoporozda istifadə olunmur. Yəni, əgər qadında osteoporoz vardırsa, biz onu bilirik ki, postmenopazal dövrdə qadınlarda estrogenin miqdarının aşağı salınmasına görə osteoporoz müşahidə olunur. Təbii ki, onu da Gülsara xanım qeyd elədi ki, yəni kalsiumla zəngi bitkilərdən və qidalardan istifadə etsin. Amma xeyr, əgər məsələn onda osteoartrozsa və yaxud da ki, diz oynaqların göstərdiyinə görə qonartrozdan şübhələnmək olar. Bunun əleyhinə herbaflorada duzlaşma əleyhinə çay deyilən teartroz çayı var ki, teartroz çayından yəni istifadə etmək məsləhət görülür. Teartroz çayı amma yəni istifadə qaydası digər çaylardan fərqlidir. Yəni instruksiyasının içliyin düzgün oxumalıdır. Amma yenə də yaxşı olar ki, həm osteoporoz əleyhinə müalicə götürə bilsin, amma ilk növbədə həkim müayinəsindən keçilməlidir ki, onun dayaq hərəkət sistemində nə var, yoxsa nəsə yox. Təşəkkür edirəm. Bu arada biz reklamlara ayrılırıq. Qısa fasilədən sonra yenə sizinlə birlikdə olacağıq. Space televiziyası, tələbə qəbul üzrə Dövlət Komissiyasının birgə layihəsi, abituriyent
davam edir. İyul ayının 10-u axşam saat 19:00-dan 22:00-dək tələbə qəbulu üzrə Dövlət Komissiyasının ekspertləri birinci ixtisas qrupu üzrə aparılan qəbul imtahanlarının nəticələri ilə bağlı ətraflı məlumat verəcəklər. Siz imtahanların düzgün cavabını yalnız Space'in canlı efirində öyrənəcəksiniz. Suallarınızı 99601, 99602 və 99603 SMS nömrələrinə göndərə bilərsiniz. Abituriyenti izləyin. Ekspres kredit buyurun. Salam abacım. Sizde xaladilnik, televizor, elə hər şeydən ha, gəlib kreditini almaq olarmı? Bəli, istədiyiniz məişət texnikasını arayışsız 24 aya qədər kreditlə ala bilərsiniz. Bacım qurban, sizdə yekə televizor neçəyədir? LCD televizor ayda cəmi 32 manata. 32 manat? Nə az? Bəli, paltaryan ayda cəmi 29 manata. Kompüter və soyuducu ayda cəmi 38 manata. Üstəgəl gözəl hədiyyələr. Mən indi gəlib ala bilərəmmi? Buyurun gəlin, malları bugün alın, ödəməyə isə gələn aydan başlayarsınız. Heç ödərməşmə ha, heç öyle getmə, gələm ha indi. Hədiyyələr. Siz də zəng edin. Telefon 464 73 53. Ekspres kredit. Fərqimiz üstünlükdədir. Deyirəm bu ekspres kreditə halaldır ana, tova halaldır. Kondisionerləri kreditlə, tək şəxsiyyət vərəqəsi ilə elə ucuz verirlər ki, bütün qohumlarımı almışam. Bax, 30-35 kvadratlıq kondisioneri ayda cəmi 29 manata. 40-45 kvadratlığı 34 manata. 60-70 kvadratlığı 46 manata. Bu yekə var, bax bu yekə. 80-90 kvadratlığı. Bunu cəmi cümlatanı 54 manata ala bilərsiniz. Özdə bütün bunların hamısı tamamilə pulsuz quraşdırılır. Bu kreditdən heç harda yoxdur. Siz də ürəklə zəng eləyin, soruşun. Telefon 464 73 54. Ekspres kredit. Fərqimiz üstünlükdədir. Ekspres kreditdən sensasiya. Minimum xərclə maksimum televizor. Əvvəl ayda 35 manat ödəyərək yalnız bu kiçik televizoru ala bilərdiniz. İndi isə cəmi 35 manata 82 santimetrlik böyük televizor alacaqsınız. Və cəmi 49 manata super böyük 107 santimetrlik televizor sizin olacaq. Kredit ilk ödənişsiz və arayışsız. Ətraflı məlumat üçün telefon 464 73 50. Ekspres kredit. Fərqimiz üstünlükdədir. 38 manat. Bəli, kompüterin aylıq kredit qiyməti cəmi 38 manat. Hər kompüter alana üstəlik gözəl hədiyyələr, kompüter masası, yaxud printer, klaviatura və ya aksesuarlar dəsti. Eşitməyənlər agah olsun. Kompüter ayda cəmi 38 manat. Üstəgəl gözəl hədiyyələr. Ətraflı məlumat üçün telefon 464 73 50. Olar mı qaqa? Ay Moşu müəllim, xoş gəlmisən, səfa gətirmisən. Eşitmişəm ki, sən çox sərfəli qiymətlərlə ucuz mebel almışsan. Bax, mənə də deyim bunu. Sənin dərdinin dərmanı Delloro mebeldir. Var, yataq dəsti. Ayda cəmi 99 manata. Divan Greslo cəmi 39 manata. Nə gözəl. Qonaq dəsti, cəmi 99 manata. Hələ sən dalına buladasın, qoxuna mebeli. Bir pagometri cəmi 31 manat. 31 manat. Hə başıma. Nə gözəl. Dubaya 2 dənə bilet badarka. Yumşaq mebel. Allah. Xaladelnik. Allah. Paltaryuan. Böyük yekə bir dənə televizor. Hər biri də badarka. Necə? Ətraflı məlumat üçün telefon 464 73 55. Çağrı efirdə də əziz tamaşaçılar.